Gürcüstanda qanunsuz yaşayan Azərbaycanlıların deportasiyası davam edir. Miqrasiya qanunvericiliyinə edilən dəyişiklikdən sonra bu proses daha da sürətlənib. Son günlər ərzində aralarında Azərbaycan vətəndaşları da daxil olmaqla 26 nəfər əcnəbi Gürcüstandan deportasiya edilib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən məlumat verilib. Məlumata görə Hindistan, Türkiyə, Çin, Pakistan, İraq, Misir, Azərbaycan, İordaniya və Çad vətəndaşları olan həmin əcnəbilərin ölkəyə girişi qadağan edilib. Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır və onun səlahiyyətlərindən biri qanuni əsas olmadan ölkədə olan əcnəbilərin müəyyən edilərək Gürcüstandan çıxarılmasını təmin etməkdir. Xatırladaq ki, təxmini bir həftə əvvəl Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə aralarında Azərbaycan vətəndaşları da daxil olmaqla 27 əcnəbinin Gürcüstanda qanuni əsas olmadan yaşadığı müəyyən edilib. Məlumata görə Hindistan, İraq, Misir, Bangladeş, Çin, Kamerun, Azərbaycan, Angola, Qana, Pakistan və Türkiyə vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya edilib. Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişi qadağan olunub. Sentyabr ayı ərzində isə Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 107 əcnəbi ölkədən çıxarılıb.